Bakı 2015 radio elektron vasitələrinin saytından qeydiyyatdan keçən şəxslər öz avadanlıqları ilə də Avropa oyunlarına lentə ala bilərlər. Jurnalist olsam da bir neçə dəqiqəliyə sənətimi dəyişməyi düşünürəm. Məncə hər kəs öz sənətini sevsə və öz sənəti ilə məşğul olsa daha yaxşı olar. Leyla Abbasova, Elvin Hacıaliyev, Bakı. Gül bayramında balacalar da unudulmayıb, belə ki onlar üçün cizgi filmlərinin qəhrəmanları da güllə bəzədilərək nümayiş olunur. Ötən illərdən fərqli olaraq bu il Gül bayramında Avropa oyunlarının maskotları Ceyran və Nar da nümayiş olunur. İyunun 28-nə qədər davam edəcək sərgidə Azərbaycana aid olan müxtəlif eksponatlar nümayiş olunur. Müasir Azərbaycanın simvolu hesab olunan alov güllələri də sərgidə yer alıb. Ötən illərdən fərqli olaraq bu il ilk dəfə Heydər Əliyev Mərkəzinin kiçildilmiş maketi müxtəlif növ gül çiçəklərlə bəzədiləcək. Qış parkında isə Azərbaycanın mədəniyyət və tarixi nümunələri olan Möminə Xatun Türbəsi, 12-ci əsrə aid olan Qız qalası, möhtəşəm Şuşa qalası və digər abidələrin maketləri quraşdırılıb. Hazırda Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsindəyik. Burada da yaşayış binasının üzlüyünün söküldüyünün şahidi oluruq. İçərisində olduğum iri buynuzlu heyvanlar üçün yem hazırlayan adlanır. Belə ki, bu maşın özü yemi yerdən toplayır, bunkerdə yem qarışdırılır və heyvanlara paylanılır. Nəticədə insan əməyi sıfıra indirilir və vaxta qənaət olunur. Sərgidə canlı heyvanlar da nümayişə çıxarılıb. Belə ki, bu dəvə Məhəmməddən gətirilib və bu dəvə bir aylıqdır. Birinci Avropa oyunları zamanı ölkəmizə gələcək minlərlə idmançı, nümayəndə heyəti və turistlərə daha yaxşı xidmət göstərmək üçün Azərbaycanda nəinki idman sahəsi, digər sahələrdə də təkmilləşdirmə işləri aparılır. Bəs görəsən paytaxt parklarında vəziyyət nə yerdədir? Tək dövlət yox, elə biz adi vətəndaşlar da parklarda aparılan abadlıq və təmizlik işlərində iştirak etməliyik. Leyla Abbasova, Namiq Abdullayev, Bakı. Gələcəkdə bütün bölgələrdə keçiriləcəyi nəzərdə tutulan Oxu Günü layihəsi ilk dəfədir paytaxt Bakıda baş tutur. Oxu Günü layihəsi ədəbiyyata marağı olan hər kəsə kitab bayramı abu-havası yaşadır. Elə biz də çalışdıq ki, bu layihədə az da olsa rolumuz olsun. Seçdiniz kitab? Hansı? Qəşəng kitabdır. Buyurun. Bakı 2015 Avropa oyunlarını dünyanın məşhur kütləvi informasiya vasitələrinin işıqlandırması Azərbaycanın dünya arenasındakı nüfuzundan xəbər verir. Belə layihələrin reallaşdırılması Azərbaycanın artan gücünü əyani şəkildə nümayiş etdirir. Leyla Abbasova, İskəndər Qəmbərov, Bakı. Birinci Avropa oyunlarına gələcək yüzlərlə turist Azərbaycanla, onun mədəniyyəti və tarixi ilə ilk dəfə olaraq tanış olacaqlar. Bu baxımdan ölkəmiz haqqında onlarda dolğun təəssürat yaratmağımız vacibdir. Suvenirlər arasında Azərbaycan musiqi alətləri olan tar, kamança, qavalın da kişildilmiş formaları turistlərə təqdim olunur. Məktəblər arasında keçirilən və bütün ölkəni əhatə edən kütləvi idman tədbiri paytaxtda ilk dəfədir keçirilir. Yarışmada iştirakçılar hədəfi tam nişan almalı və hədəfə maksimum yaxınlaşmalıdırlar. Birinci Avropa oyunlarına 2 aydan da az vaxt qalıb. Elə buna görə də şəhərin müxtəlif istiqamətlərində tanıtım plakatları quraşdırılıb. Bu görüntülər isə Mətbuat prospektindəndir. Bakı 2015 Avropa oyunlarının tanıtım reklamları London taksilərinin üzərinə də vurulub. Burada Avropa oyunlarının saytı və maskotlardan biri olan Nar da öz əksini tapıb. Kitab bayramının keçirilməsində məqsəd yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşdırılması, gənc nəslin kitaba və kitabxanaya olan marağını artırmaqdır. Sarı zolaqların uzunluğu paytaxtı üzrə 55 kilometrdir və bu zolaqlara digər avtomobil vasitələrinin girməməsinə nəzarət etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameraları da yol boyunca quraşdırılıb.